Salam, Real intervyu efirdədir. Tütünə qarşı mübarizədə ictimai səhiyyənin rolu danılmazdır. Və şübhəsiz ki, ilk növbədə burada birinci mübarizə vətəndaşların öz məsuliyyətlərindən irəli gəlir. Və biz nə etməliyik ki, ictimai səhiyyənin tütünə qarşı mübarizədə imkanları daha da genişləndirilsin və elə bu kontekstdə son bir ildə ictimai səhiyyə sahəsində tütün çəkməyə qarşı mübarizə ilə bağlı görülmüş işlərə bir nəzər salacağıq və eyni zamanda qarşıda dayanan məqsəd və vəzifələrdən danışacağıq. Studiyamızın qonağı isə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin meneceri Nərmin Azadovadır. Nərmin xanım, xoş gəlmişsiniz. Xoş gördük. Nərmin xanım, maraqlıdır ki, İctimai Səhiyyə bugün dünyada çox vacib bir hərəkata çevrilib və onun mübarizə apardığı sahələrdən biri də tütün çəkmədir. Son bir il ərzində ictimai səhiyyə sahəsində hansı işlər görüldü və ən əsası o işlərin effekti ilin sonunda onu təhlil edərkən hansı effekti əldə etdiyinizin şahidi oldunuz? Buyurun. Təşəkkür edirəm. Artıq uzun illərdir Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi zərərli vərdişlərlə mübarizə məqsədi ilə bir çox tədbirlər həyata keçirir. Təbii ki, bu zərərli vərdişlərdən biri də tütündür. Məhz tütünlə bağlı İctimai Səhiyyə İslahatlar Mərkəzi istər əhali arasında, istər sosial şəbəkələrdə maarifləndirmə tədbirləri həyata keçirir. Ümumiyyətlə, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən deyə bilərik ki, zərərli vərdişlərlə mübarizədə maarifləndirmə tədbirləri böyük rol oynayır. Məhz tütün də elə bir bəladır ki, bu bəla ilə mübarizədə insanların düzgün maarifləndirilməsi böyük rol oynayır və bu bir il ərzində, illərdir və hətta son bir il ərzində tütünlə mübarizə daha yüksək səviyyədə həyata keçirilir. İstər məktəblərdə, istər universitetlərdə, istər dövlət idarələrində insanların düzgün maarifləndirilməsi, hazırlanan çap materiallarının onlara təqdim olunması, tütünlə bağlı qaynar xəttin fəaliyyət göstərməsi və bundan əlavə tütündən imtina et mobil əlavəsi və eləcə də sağlam uşaq internet portalı bunun ən gözəl nümunələridir ki, bunlar məhz tütünlə mübarizə məqsədi ilə yaradılmışdı. Son dövrlərdə tütünlə bağlı gənclərimizi məhv edən elektron siqaretlərlə bağlı da bir çox maarifləndirici tədbirlər və görüşlər həyata keçirilir və kütləvi informasiya vasitələri ilə, məsələ İctimai Səhiyyə İslahatlar Mərkəzinin nümayəndələri tərəfindən çağırışın həyata keçirilməsi ki, elektron siqaretlərin bu cür əlçatan olmasının qarşısı alınmalıdır. Hesab edirik ki, hardasa bizim də bir rolumuz oldu ki, bugün artıq elektron siqaretlə bağlı qanunda dəyişikliyin həyata keçirilməsi barədə müraciət olunub və yaxın zaman ərzində inşallah ki, bu nəticə əldə olunacaq və siqaretə tətbiq olunan qadağalar elektron siqaretə də tətbiq olunacaq. Gəlin bundan başlayaq, yəni bu məsələyə toxunaq, çünki çox vacib bir məqamı vurğuladınız. Elektron siqaretlərin qadağa olunması ilə bağlı artıq qanunvericilikdə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur və bu qaydalar təbii ki, 2026-cı ildən qüvvəyə minəcək. Nərmin xanım, maraqlıdır ki, elektron siqaretlərin qadağan olunması gələcəkdə tütün çəkməyə qarşı mübarizəyə hansı töhfələrini verə bilər? Yəni, klassik siqaretlər, yəni ənənəvi siqaretlərlə bağlı məsələ aydındır, bu artıq bir neçə ildir ki, qüvvədədir. Amma artıq elektron siqaretlərlə də bağlı tədbirlər sərtləşdirilir. Hansı töhfələri gözləyirsiniz? Hansı effekti gözləyirsiniz? Belə deyək, marketinq siyasətinə xidmət edən elektron siqaretlər ictimaiyyətə təqdim olunmamışdan qabaq insanlar arasında dırnaqarası bir reklam paylaşıldı ki, elektron siqaretlər siqaretdən qurtulmaq üçün bir vasitədir və siqaret qədər zərərli deyil. Lakin bugün elmi araşdırmalar sübut etmişdir ki, elektron siqaretlər ən azı adi siqaret qədər zərərlidir və elektron siqaretin tərkibində asılılıq yaradan nikotin maddəsi kifayət qədər var. Və bugün elektron siqaretdən istifadə edən gənc gələcəkdə təbii ki, ənənəvi siqaretə müraciət edəcəkdir və bu gün siqaretdən imtina etmək istəyən insanlar vardır ki, elektron siqaretə müraciət edirlər və araşdırmalar göstərmişdir ki, bu insanlar nəinki ənənəvi siqaretdən imtina edib, hətta artıq elektron siqaretdən asılı hala düşmüşdür. Bununla yanaşı araşdırmalar sübut etmişdir ki, elektron siqaretin də tərkibində kifayət qədər kimyəvi maddə vardır ki, bunların da bir çoxu xərçəng xəstəliyi yaradır və bununla yanaşı digər ağır popkorn xəstəliyi, evali xəstəliyi kimi ağır xəstəliklərə səbəb olur uzun müddətli elektron siqaretdən istifadə. Belə ki, elektron siqaretin tərkibində diastil adlı maddə vardır ki, bu yanaraq inhalyasiya edildikdə popkorn adlı ağır xəstəliyə səbəb olur və hətta Rusiyada bu xəstəlikdən dünyasını dəyişən gənc də vardır. Yəni, elektron siqaretlərin
tərkibi heç də zərərsiz deyil və insan orqanizmi üçün ciddi şəkildə fəsad yaradır. Mən və Səhiyyə Nazirliyi, eləcə də İctimai Səhiyyə İslahatlar Mərkəzinin nümayəndələri yaxın zamanda Ankarada tütünlə bağlı tədbirdə iştirak etdik. Maraqlıdır, bəli, mən bunu oxudum mətbuatdan. Bu tədbirdə bir çox ölkələrdən nümayəndələr gəlmişdi. Təbii ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən həyata keçirilir tədbir və bu tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının baş ofis nümayəndələri birmənalı olaraq ölkələri elektron siqaretlərlə bağlı qadağaların həyata keçirilməsini tövsiyə etdi və bir daha açıqlama verdi elektron siqaretlərin zərərləri barədə və nə üçün ondan uzaq durmaq lazımdır. Təbii ki, artıq 40-dan çox ölkədə elektron siqaretlərlə bağlı istifadəsi və satışı ilə bağlı qadağalar həyata keçirilmişdi və 80-dən çox ölkədə elektron siqaretin satışı tənzimləmələrlə həyata keçirilir. Biz hesab edirik ki, yaxın gələcəkdə Azərbaycanda da məsələ elektron siqaretlərlə bağlı qadağalar ciddi şəkildə həyata keçiriləcəkdir. Nərmin xanım, bax, belə deyək, siz deyirsiniz ki, demək, klassik ənənəvi siqaretləri çəkdikdən sonra, yəni daha doğrusu klassik siqaretdən elektron siqaretə keçid dövrünü yaşayan bir insan müəyyən vaxtdan sonra yenidən qayıda bilər ənənəvi siqaretə. Maraqlıdır bu proses, çünki mən bəzən insanlarla söhbət edirəm, bildirirlər ki, yox, biz artıq heç vaxt ənənəvi siqaret çəkməyəcəyik, çünki elektron siqaret faktiki olaraq mənim bütün o daxili tələbatımı ödəyir və belə bir ziddiyyət yaranır ki, yəni onun yenidən bu tütünə, yəni ənənəvi tütünə qayıtması hansı hallarda baş verə bilər? Əgər asılılıq varsa elektron siqaretdən, o yenidən niyə görə demək, ənənəvi siqareti seçməyə üstünlük verir? Yox, əslində yenidən qayıtmaya bilər, amma o birbaşa başa düşməlidir ki, anlamalıdır ki, o siqaretin zərərlərindən qurtulmuş olmur. Elektron siqaret elə tütün məmulatları hesab olunur əslində. İstər elektron siqaretlər, istər qəlyanlar əslində tütün məmulatları hesab olunur. Və ona görə də o elektron siqaretdən istifadə etməklə özünü siqaretdən qorumuş olmur. Eyni zərərli təsirlər məsələ elektron siqaretdə də var. Yəni, insanlar bəzən hesab edir ki, mən artıq siqaret çəkmirəm, elektron siqaret istifadə edirəm. Deməli, mən siqaretdən asılı deyiləm. Biz bildirmək istəyirik ki, o elə asılı sayılır. Çünki siqaretin tərkibində olan nikotin elektron siqaretin də tərkibində var və bəlası da odur ki, əvvəllər valideynlər siqaret çəkən övladını daha tez aşkarlaya bilirdi. Çünki qoxusu var idi. Amma bugün elektron siqaretlərin qoxusu olmadığı üçün gənclərimiz çox asanlıqla, xanımlarımız çox asanlıqla elektron siqaretdən istifadə edir və bugün elektron siqaretlər bir aksesuar vasitəsinə çevrilib. Yəni, xanımlarımız çox vaxt öz geyim tərzlərinə, belə deyim, özlərinə uyğun elektron siqaret seçir və bunu bir aksesuar, zərərsiz maddə kimi istifadə edirlər. Lakin bir daha deyirəm, əslində qətiyyən belə deyil və elektron siqaretlər kifayət qədər insan orqanizminə zərərlidir və bu, bir daha təkrarlayıram, elmi araşdırmalar nəticəsində sübut olunmuşdur. Məsələ buna görə də artıq bir çox dövlətlərdə bu qadağan olunmuşdur və Ümumdünya Səhiyyə Təşkilatı da bunu nəzərə alıb konvensiyaya daxil olan ölkələrə bununla bağlı qadağaların həyata keçirilməsini tövsiyə edir. Nərmin xanım, tütündən biz bayaq qeyd etdiniz, Ankarada keçirilmiş tədbiri, tütündən intensiv demək, imtina prosesi deyək. Bəli. Hazırda dünyada vəziyyət necədir? Təbii ki, İctimai Səhiyyə və İslahatlar Mərkəzi olaraq beynəlxalq aləmdə baş verən prosesləri izləyirsiniz. Maraqlıdır ki, bugün tütündən intensiv imtina bir kütləvi prosesə, ümumdünya prosesinə çevrilibmi, yoxsa bu hələ ki mümkün olmayan bir prosesdir? Sadəcə olaraq müəyyən tədbirlər, müəyyən beynəlxalq konfranslarda səslənir, layihələr təqdim olunur. Maraqlıdır, bax buna əks cavab verən, yəni buna cavab verən konkret ölkələr varmı ki, yaxud konkret proseslər varmı ki, siz onları müşahidə edirsiniz və Azərbaycan da bu prosesin bir tərkib hissəsi olaraq məhz sözü gedən demək prosesdə aparıcı rola malik olmaq istəyir? Mən sizə bir şey qeyd edim ki, Kamran bəy, mən öz apardığım müşahidələrə əsasən deyə bilərəm ki, bizdə 2017-ci ildə Cənab Prezidentimiz tərəfindən tütündən istifadənin məhdudlaşdırılması haqqında qanun qəbul olunub və bu qanuna əsasən artıq 18 yaşından kiçik gənclərə siqaretin satışı qadağandır, istifadəsi qadağandır. Qapalı məkanlarda, müşahidə olmuşam şəxsən dəfələrlə. Bəli, qapalı məkanlarda siqaretdən istifadə qadağandır. Yəni, bu özü şəxsən Azərbaycanda yaşayan insanlar, gənclər üçün müsbət göstəricidir. Digər ölkələr var ki, hansı ki, orada gənclər çox asanlıqla siqareti əldə edib istifadə edə bilirlər. Lakin bizdə bu belə deyil. Amma hesab edirəm ki, bu cür qərarlar elektron siqaretə də şamil olunmalıdır. Çünki bilirsiniz ki, son dövrlərdə müşahidələr göstərir ki, bizim gənclərimiz artıq siqaretdən çox elektron siqaretlərə müraciət edir. Və bu gün iri marketlərdə, ticarət mərkəzlərində elektron siqaretlərin diqqət çəkici stendləri var və gənclərimiz yaxınlaşıb asanlıqla bu elektron siqareti əldə edə bilir. Və biz hesab edirik ki, bu qanunvericilikdə məsələ elektron siqaretə də qadağaların tədbir
tətbiq olunması gənclərimizin daha çox qorunmasına kömək edəcəkdir. Bir şey də qeyd edim ki, zərərli vərdişlərlə mübarizəni biz hansısa bir dövlət orqanının, hansısa səhiyyə işçilərinin üzərinə yıxa bilmərik. Bu, xalq bir yerdə bununla mübarizə aparmalıdır. Mən də bayaq da bunu dedim əslində. Bəli. Bu, Winston Churchillin bir sözü var, cəmiyyətin sağlamlığı onun üzərinə götürdüyü məsuliyyətin dərəcəsindən asılıdır. Yəni, cəmiyyətin hər bir üzvü zərərli vərdişlərlə mübarizədə gənclərimizə yardım etməlidir. Onları bu zərərli vərdişdən uzaq tutmalıyıq. Xüsusilə valideynlər öz övladlarına siqaret və digər zərərli vərdişlərini tərbiyə metodu olaraq həyata keçirməlidir. Yəni, bir valideyn öz övladının yanında siqaretdən və yaxud elektron siqaretdən istifadə edirsə, o öz övladına necə nümunə ola bilər ki? Ona görə hesab edirəm ki, valideynlər, müəllimlər, dövlət işində işləyən kifayət qədər yaşı olan insanlar ilk öncə özlərini bu zərərli vərdişdən uzaq tutmalıdırlar. Nərmin xanım, bax, bir maraqlı məqama da toxundunuz əslində. Ümumiyyətlə, siz qeyd edirsiniz ki, tətbiq hazırlanıb və tətbiq artıq istifadəyə verilib. Bundan əvvəl hələ bir neçə il öncə biz bu studiyada elə qaynar xətt nömrəsi, telefon nömrəsini elan etmişdik və maraqlıdır. Keçən bu dövr ərzində o vətəndaş məsuliyyəti ki, deyirik ki, hər bir vətəndaşın içində öz məsuliyyəti olmalıdır bu məsələyə. Hansı nəticələrin şahidi olmuşsunuz? Yəni, istər tətbiq vasitəsilə həyata keçirilən əməliyyatlar, istər qaynar xəttə daxil olan zənglər, yəni vətəndaşların ümumi ab-havası bu prosesdə necə hiss olunur? Deməli, əslində 2021-ci ildən bizdə tütünlə bağlı qaynar xətt fəaliyyət göstərir. Mən yeri düşmüşkən nömrəsini qeyd etmək istərdim. Bəli. 050-870-45 nömrəsi. Bir şey də bildirmək istərdim ki, anonimlik qorunur və heç bir ödəniş tələb olunmur. 050-870-45. 050-870-45 İctimai Səhiyyə və İslahatlar Mərkəzinin məhz tütün çəkməyə qarşı mübarizəyə dair qaynar xəttidir. Bəli. Bununla bağlı, bundan əlavə Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəliyinin dəstəyi ilə tütündən imtina et mobil əlavəsi yaradılmışdı. İstənilən hər kəs bu mobil əlavəni telefonuna yükləyə bilər və burada nikotin asılılıq testi vardır ki, hər kəs bu nikotin asılılıq testindən də keçə bilər. Keçirlərmi? Yəni varmı belə? Bəli. Təbii ki, bunun İctimai Səhiyyə İslahatlar Mərkəzində öz statistik göstəriciləri var, hesabatları var. Məsələn, qaynar xəttlə bizim əldə etdiyimiz kifayət qədər müsbət nəticələr var və bir şey də qeyd edim ki, bu qaynar xəttdən müraciət edənlər nəinki siqaretdən imtina etmək istəyən insanlar, hətta onların yaxınları da zəng vurub tövsiyə və psixoloji dəstək bizdən istəyirlər. Və bundan əlavə biz az öncə qeyd etdiyim kimi valideynlərin və müəllimlərin də düzgün maarifləndirilməsini nəzərə alaraq son dövrlərdə sağlam uşaq internet portalı yaradılmışdır ki, İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən. Burada valideynlər və müəllimlər üçün xüsusi bölmələr vardır ki, onlar da rahatlıqla girib burada tütün və digər zərərli vərdişlər barədə kifayət qədər məlumat əldə edə bilərlər. Nərmin xanım, demək, siz qeyd elədiniz, məhz vətəndaşların müraciət etməsi, o tətbiqi yükləməsi, bunlar çox son dərəcə vacib məsələlərdir. Mən istərdim ki, biz bir daha məktəblərə qayıdaq. Siz çünki çıxışınızın da demək, əvvəlində məktəblərlə bağlı xüsusi bir məqamı vurğuladınız. Bəli, bugün məktəblərdə bu böyük bir problem kimi qalmaqdadır. Hətta elektron siqaretlər artıq şagirdlərin bir növ, belə deyək də, yəni həyat tərzinə daxil olur. Təəssüf ki, və maraqlıdır ki, ictimai səhiyyə bu missiyanın daşıyıcısı olaraq tam orta məktəblərdə həyata keçirilən işlərin daha da gücləndirilməsi üçün hansı addımları atır bugün? Yəni, məsələn, tutaq ki, qarşıdan 2026-cı il gəlir və bu proses bütün Azərbaycanın məktəblərində hansı şəkildə daha yüksək meyarlarla həyata keçirilməlidir? Buyurun. Mən verilişin əvvəlində də qeyd etdiyim kimi bu zərərli vərdişlərlə mübarizədə maarifləndirmə böyük rol oynayır. Məhz buna görə də İctimai Səhiyyə İslahatlar Mərkəzi bu yükü öz üzərinə götürüb. Artıq uzun illərdir məktəblərdə, universitetlərdə mütəmadi olaraq insanlarla, gənclərlə, şagirdlərlə görüşlər keçirilir və onların düzgün şəkildə maarifləndirilməsində onları düzgün yönləndirir. Çünki yaxşı olardı ki, bu cür maarifləndirmə tədbirləri elmi araşdırmalara əsaslanan maarifləndirmə tədbirləri olsun. Məsələn, bu məqsədlə də İctimai Səhiyyə İslahatlar Mərkəzi istər ötən il, istər gələcək illərdə maarifləndirmə tədbirlərini düzgün şəkildə həyata keçirməyi qarşısına məqsəd qoymuşdur. Və bax, son bir il ərzində deyək də, həyata keçirilən layihələr barədə məlumat verə bilərsinizmi ki, məsələn, tutaq ki, həmin layihələr şagirdlərin də böyük marağına səbəb olub. Məsələn, tutaq ki, həmin o layihədən sonra təbii ki, o bütün faktları, tütünün zərərlərini gördükdən sonra o tütün çəkən dostuna da hansısa bir tövsiyələri vermiş olur.
Bəli, biz xüsusilə elektron siqaretlərlə bağlı son dövrlərdə gənclərlə, şagirdlərlə məktəblərdə görüşlər keçirdik. Hətta biz bu görüşləri təşkil etməmişdən qabaq məktəb direktorları ilə görüşdük. Bəzi direktorlar bizə bildirdi ki, onlar hətta 8-ci, 9-cu sinif qızlarının çantasından elektron siqaretlər tapıb. Yəni bu faktlar var. Bəli, bəli. Direktor özü bizə bildirdi və hətta onun valideynini çağırıblar. Valideyn deyib ki, biz dayısı onu hədiyyə alıb ona. Yəni o qədər valideyn məlumatsızdır ki, hesab edir ki, bu adi bir hədiyyədir. Amma bilmir ki, onun övladı ciddi şəkildə təhlükə altındadır. Və təbii ki, bu görüş əsnasında məyus edici məqamlardan da biri odur ki, biz əvvəllər 10-cu, 11-ci sinif şagirdlərindən ehtiyat edirdiksə, bu gün artıq 7-8-ci sinif şagirdləri təhlükəli vəziyyətdədir. Bəli, yəni yaş olaraq aşağı düşüb artıq elektron siqaret və siqaretdən istifadə. Təbii ki, biz hazırlanan çap materialları vardır ki, kitablar vardır ki, onları təqdim edirik. Onlarla psixoloqlarımız, mütəxəssislərimiz danışıqlar aparır və az da olsa onlara kömək etmək, onları düzgün maarifləndirmək bizim əsas məqsədimizdir. Rəhmə xanım, bəlkə ictimai yerlərdə həmin bu promo məhsulların, yəni tütün çəkməyə qarşı, elektron siqaretlərə qarşı promo məhsulların yerləşdirilməsini daha da artırmaq lazımdır. Çünki məsələn, mən bir çox ictimai yerlərdə oluram, tez-tez demək, ictimai yerlərdə oluram və məsələn, belə deyim, müqayisə etdikdə promo məhsullara çox rast gəlinmir. Yəni, təbii ki, burada həmin o yerin həmin bu məhsullara maraq göstərməsi məsələsi də önə çıxır. Çünki sahibkar faktiki olaraq bu məsələlərə razılıq verməlidir və s. və ilaxır. Amma dövlətin bir siyasəti var və bu promo məhsullar hər yerdə yayılmalıdır. Məsələn, adi bir kafedə oturanda belə bütün hallarda o məhsullar yaxud hansısa bir banerlə, hansısa bir, nə bilim, müxtəlif vasitələrlə diqqətə çatdırılmalıdır. Xüsusilə də geniş, böyük yerlərdə. Bax, maraqlıdır ki, İctimai Səhiyyə və İslahatlar Mərkəzi bu cür təşəbbüslərlə çıxış edirmi ki, məsələn, daha böyük yerlərdə, böyük restoranlarda, böyük, nə bilim, kafelərdə hansısa bir vasitə ilə elektron siqaretlərin və ümumiyyətlə tütün çəkmənin zərərləri barədə bir promo məhsul yerləşdirsin. Çünki kifayət qədər kreativ bizim promo məhsullarımız da var. Yəni, mən bunları izləyirəm mütəmadi olaraq. Bax, maraqlıdır bu yanaşma. Təbii ki, bu sizin də dediyiniz kimi müəyyən icazələr əsasında həyata keçirilir. Bu bizim də sizin sözünüzə qüvvət, böyük istəyimizdir. Çünki bu gözəl təşəbbüsdür. Bəli, bəli. Bu çox gözəl təşəbbüsdür əslində. Çünki bir çox ölkələrdə də bu həyata keçirilir. O göz qabağında qoyulur ki, insanlar onu bir daha dönə-dönə dərk eləsin ki, bu nə deməkdir və zərəri nədir. Hətta bir çox ölkələrdə siqaretin öz üzərində insan orqanizminə hansı orqana ki zərərdir, onun şəkli yapışdırılır ki, insan biri var siqaret qadağandır yazılsın, biri var onu görsün ki, məsəl üçün məhv olmuş ciyər və yaxud ayağın bir ayaq, itirilmiş ayaq, itirilmiş qol formasında şəkil kimi yapışdırılır siqaretin üzərinə. Və sizin sözünüzə qüvvət, biz də çox istəyərdik ki, bu reklam şəklində insanlara göstərilsin və insanlar getdiyi bir çox yerlərdə bununla tanış olsun. Təbii ki, Səhiyyə Nazirliyi İctimai Səhiyyə İslahatlar Mərkəzi əhalinin çoxluq təşkil etdiyi yerlərdə bunu həyata keçirir. Lakin bunun daimi olması üçün başqa qurumlar vardır ki, inşallah ki, yaxın günlərdə onların dəstəyi ilə sizin dediyiniz təklifi biz də istəyirik ki, həyata keçirdək. Və son olaraq bir daha istəyərdik ki, Nərmin xanım, bax, tütünün zərərlərinə qayıdaq. Məsələn, statistika var, bunu dəfələrlə biz sizlə müzakirə etmişik ki, 7000 maddənin 250-si faktiki olaraq ən təhlükəli maddələrdir. Yəni, belə olduğu halda və bunu bilə-bilə insanlar yenə də o zərərli vərdişlərdən əl çəkmirlər. Gəlin tövsiyə verək yenə də, təbii ki, siz tövsiyə verin ki, o zərərli vərdişlər necə zərərsiz, daha faydalı vərdişlərlə əvəz oluna bilər. Çünki qeyd etdiniz ki, psixoloji dəstək göstəririk. Bax, buyurun, yəni siz tövsiyələrinizi istərdik İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi olaraq verəsiniz. Buyurun. Ümumiyyətlə, zərərli vərdişlərlə mübarizədə insan iradəsi böyük rol oynayır. Mən bütün gəncləri, bütün insanları iradəli olmağa çalışıram. Onlara verilən həyatı kiminsə maddi rifahını artırmaq üçün məhv etmələrini istəmirəm. Yaxşı olar ki, onlar öz həyatlarını sağlam şəkildə yaşasınlar, idmana vaxt ayırsınlar, sağlam qidalansınlar. Çünki bugün bəzən gənclər deyir ki, bəs siqaret insan ömrünü qısaltmır, amma bunu biz özümüzdən demirik. Bunu elmi araşdırmalara əsasən deyirik. Bugün ağciyər xərçəngi ilə bağlı ölümlərin 95% məhz siqaretin payına düşür. Bu az göstərici deyil və digər xərçəngləri, ürək-damar xəstəlikləri, qan xəstəlikləri və bir çox sinir xəstəlikləri məhz elə siqaretin səbəb olduğu xəstəliklərdir. Yəni insanlar, gənclərimiz bunu bilə-bilə öz həyatlarını özləri qorumalıdır. İradə ilə buna müqavimət göstərməyi bacarmalıdırlar. Mən bütün gənclərimizdən xahiş edirəm ki, öz həyatlarının memarı özləri olsun və özlərini bu zərərli vərdişdən qorumağı bacarsınlar. Çox düzgün vurğuladınız ki, öz həyatlarının memarı özləri olsunlar və minnətdarıq Nərmin xanım studiyamıza gəldiyinizə görə çox vacib mövzunu
yenə də təfərrüatlı şəkildə tamaşaçılarımıza şərh etdiyinizə görə bir daha sizə təşəkkürümüzü bildiririk. Mən də sizə və sizin rəhbərliyə minnətdarlığımızı bildirirəm öz adımdan, rəhbərliyim adımdan ki, kütləvi informasiya vasitələrinin bu yolda bizə dəstəyi böyük rol oynayır və hər dəfə bu cür zərərli vərdişlərlə bağlı verilişlərin verilməsi üçün sizə təşəkkür edirəm. Minnətdarıq. Sağ olun. Bəli, tütün çəkməyə qarşı mübarizə tədbirləri bütün dünyada həyata keçirilən bəşəri bir prosesdir. Lakin əlbəttə ki, burada ilk növbədə məsuliyyət hər bir fərdin, hər bir insanın daxilindən gəlməlidir. Necə ki, bayaq da müzakirəmizdə bunu xüsusi olaraq qeyd etdik. İctimai Səhiyyə və İslahatlar Mərkəzinin meneceri Nərmin Azadova ilə tütün çəkməyə qarşı mübarizə və xüsusilə elektron siqaretlərin zərərlərindən danışdıq. Salamat qalın.